Salam dostlar, bu videoda Windows Server 2022'nin core versiyasının quraşdırılmasına baxacağıq. Deməli, ilk öncə virtual maşında, VirtualBox-da yeni virtual maşın yaratmaq üçün new edirəm, ad təyin edirəm. Mən Server 22-core yazıram. Siz istəyinizə uyğun olaraq təbii ki qeyd edə bilərsiniz. Yüklənmə yerini desktop virtual olaraq təyin edirəm. Siz təbii ki bunu istəyinizə uyğun olaraq seçirsiniz. Microsoft Windows 2019 2 RAM 2 CPU təyin edirəm. Düzdür, normal serverdə biraz parametr daha, yəni normal dediyim quyu olan, qrafik interfeysi olan serverdə parametrlər nə qədər yüksək olsa, o qədər daha yaxşı işləyir. Lakin core versiyada isə yəni aşağı parametrlə belə çox yaxşı işləyir. Çünki qrafik interfeysi olmadığı üçün eynən Linux-da kimi, yəni Linux server kimi təsəvvür edin. İndi quraşdırdıqdan sonra tam olaraq görəcəksiniz hər şey. 2 CPU, 2 RAM olaraq təyin edirəm parametri, next edirəm. 30 GB hard disk təyin edirəm. Next edirəm. Finish. Şəbəkə ayarlarında dəyişiklik edirəm. Bridge adapter. Hal-hazırda mən Wi-Fi ilə qoşulmuşam. Və bu da hazırdır. Deməli. İndi isə gəlin Server 2022-nin ISO-sunu seçək. Əgər sizdə bu hissədə gəlməlisə, choose disk fayl edərək hal-hazırda həmin ISO sizdə hardadırsa, oradan seçə bilərsiniz. İndi isə artıq virtual maşını start edə bilərik. Tablet virtual maşın açılır. Yüklənmə pəncərəsi gələcək Windows-un. Və budur. ISO-nu hansı dillə yükləmisinizsə, qrafik interfeys həmin dildə olacaq. Düzdür, sonradan dəyişmək mümkündür. Install-ını edirəm. Və budur. Əsas səhifə, yəni biz burada təyin edirik ki, biz yükləyəcəyimiz server 2022-yə. Yəni core versiyasını yükləyirik, yoxsa qrafik versiyasını. Əgər yadınızdadırsa, keçən dəfə biz desktop experience, yəni qrafik interfeysi olan versiyasını yükləmişdik. Lakin bu dəfə, yəni server 2022 standartın qrafik interfeysi olmayan core versiyasını yükləyəcəyik. Versiyanı seçirəm və next edirəm. Şərtlərlə razılaşıram. Next edirəm. Custom olaraq seçirəm və 30 GB hard diskimin olduğunu görürəm. Next edirəm. Və artıq yüklənmə başladı. Mən videonu burada saxlayacağam. Yüklənmə bitdikdən sonra videonu davam etdirəcəm. Və budur. Artıq yüklənmə bitdi və serverin özünə gəlməyini gözləyirik. Düzdür, sizdə bu daha tez ola bilər. Sadəcə məndə hal-hazırda virtual maşınlar SSD üzərində deyil, hard disk üzərindədir. Və fiziki parametrdə bunda təbii ki rol oynayır. Və gördüyünüz kimi artıq qrafik bir interfeys açılmır. Sadəcə, yəni Windows'da olan CMD kimi bir qara ekran gəlir. Daha doğrusu CMD-dir. Və gördüyünüz kimi artıq biz burada yəni userə parol təyin etməliyik. Bunu cancel-ə keçə bilərik, lakin keçməyəcəyik, OK veririk. Və yeni parolumuzu təyin edirik. Mən parol 1, 2, 3, 4, 5, 6 yazıram. Əgər bunu siz real Windows-da istifadə edirsinizsə, təbii ki, yəni daha mürəkkəb parollar yazmalısınız və parolun təkrarını qeyd edirəm. 6 və enter edirəm.
Mənim üçün problem deyil. OK edirəm. A, yox, bunlar götürmədi. Onda böyük A 1, 2, 3, 4, 5, 6, balaca A. Böyük A 1, 2, 3, 4, 5, 6, balaca A və OK edirəm. Və artıq parolumu dəyişdi. Sadəcə bayaq, yəni sadəcə rəqəmlərdən ibarət olduğu üçün və sadə parol olduğu üçün Windows Server bunu təsdiqləmirdi parolu. OK edirəm. Və budur. Artıq bizi Windows Server 2022 standartın, yəni Core versiyasının ekranı qarşılayır. Hal-hazırda gördüyünüz kimi CMD ekranı açılıb. Heç bir qrafik interfeys mövcud deyil. Artıq biz serveri sadəcə burada müəyyən olunmuş komandalar vasitəsilə idarə edə bilərik. İndi isə mən sizə buradakı müəyyən bir komandalarla göstəreyim. Məsəl üçün, deyək ki, biz serverin adını dəyişmək istəyiriksə, məsəl üçün, hal-hazırda serverimizin adı, yəni default olaraq gəlib win nəsə qəribə bir yazılarındandır. Biz istəyirik ki, fərqli, yəni belə deyək, təyin etdiyimiz bir ad olsun. Server məsəl üçün core. Təbii ki, siz bunu istəyinizə uyğun olaraq yaza bilərsiniz. 2 enter vursaq, burada yeni adı yazırıq, server. Ortadan fərq core. Düzdür, bəzi müəyyən simvollar var ki, onlardan istifadə etməyə icazə vermir. Yəni o xəta versə bilin ki, ona görədir. Mən hal-hazırda restart etmək istəmirəm, no edirəm və enter. Restartdan sonra artıq mənim serverimin adı dəyişiləcək. Sonra remont menecmentlə bağlı dəyişikliklər burada mövcuddur. Update ilə bağlı hal-hazırda mən avtomatik olaraq görsənir. Siz də 5-ə gələrək oradan dəyişiklik edə bilərsiniz. Məsələn 5 vursanız, enter vursanız, burada indi yükləmək istəyirsiniz, yoxsa manual olaraq etmək istəyirsiniz. Məsələn M yazın, enter vursaq, manual olaraq dəyişiklik olacaq. Gördüyünüz kimi bu hissədə dəyişildi, avtomatikdən manuala keçdi. Sonra updateləri yükləməklə bağlı olan hissəsi var burada. Yəni burada təyin edirik ki, update varsa avtomatik olaraq etsin, yoxsa biz manual olaraq yükləyib sonradan update edəcəyik. Remont desktopla bağlı, şəbəkə ilə bağlı, yəni data time, yəni vaxt zaman ayarları ilə bağlı dəyişikliklər edə bilərik. Sonra Windows aktivasiya ilə bağlı dəyişikliklər. Əgər 2 userimiz varsa, məsəl üçün 2 userimiz deməyə, sadəcə userdən log off etmək istəyiriksə, yəni 12-ni vuraraq, enter etsək, yəni sadəcə bura 12 yazır, enter etsək kifayət edir. Serveri restart etmək istəyiriksə 13 yazaraq enter vursaq serveri restart edəcək. Gəlin mən sizə, bir də PowerShell açmaq istəyiriksə 15 yazaraq enter vursaq artıq PowerShell açmış olacaq. Gəlin mən sizə sadəcə serveri restart edim və serverin adını dəyişdiyini göstərim. Ondan sonra yes edirəm, videonu burada tamamlayaq. Və artıq serverimiz restart olur. Mən diski buradan ayırım. Ehtiyac yoxdur çünki. Və server özünə gəlir artıq. Bu biraz müddət ala bilər. Dediyim kimi. Gizli parametresi nə qədər yüksəkdirsə o qədər yaxşı. Düzdür, yəni qrafik interfeysi olan serverə baxmır. Server core daha yüngül və daha rahat işləyir. Sadəcə istifadəsi biraz mürəkkəbdir. İndi, yəni biz necə ki, qrafik interfeysi olan serverdə Ctrl-Alt-Delete edərək sonra userimizin parolunu yazadıq. Eyni qaydada buradan da elə edirik. Input bölməsindən keyboarda gələrək Ctrl-Alt-Delete edirik və təyin etdiyimiz parolu edirik. Və budur. Artıq server açılır. Və bu hissədə mən artıq serverimin adının dəyişdiyini görməliyəm. Və budur. Gördüyünüz kimi artıq kompüter name hissəsində server core yazıldı. Yəni digər dəyişikliklər də edə bilərəm. Məsəl üçün, hər serveri domenə salmaq istəyirəmsə və yaxud da domenə çıxarıb web qrupa salmaq istəyirəmsə, təbii ki, bu dəyişikliklərin hamısını bir-bir yoxlayacağıq növbəti videolarda. İndi isə bu qədər dostlar, sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.